Selamünaleyküm əziz abituriyentlər. Baxırıq deməli 2025-ci test toplusu üslü və laqerin bərabərisi ilə səhifə 111. Səhifə 111, misal nömrə 1-dən 166 inşallah. Birinci tapşırıq belə. Demək 5 üstü 2 üstə gəlsin 1, böyütü 25. Bu bərabər həll edin. Buradan aydın ki 5 üstü 2 üstə gəlsin 5 üstü 2x plus 1, böyütü 5'in kvadratı. Buradan aydınlık şahittir. Bu a, yani ki 5 birden böyük olduğuna göre artır. Bizde bir iki artanda, yani funksiyadan böyüksə, üstteki argümentten böyük olmalıdır. Buradan 2x böyütü 1'den, x de böyütü 2 de 1'den, cevap 2 de 1, müsbət sonsuzluq. İkinci tapşırıq. Logaritma 6 əsasından 3 minus 2x kiçikdir 1. Bu bərabərliyi ödəyən tam həllərin cəmini soruşur. Buradan yenə də artır. Çünki a'sı 6'dır, 1'dən çoxdur. A'sı 6'dır, 1'dən çoxdur. Ona görə artır. Artsa da, azalsa da içərisindəki ifadə 3 minus 2x sıfırdan böyük olmalıdır. Artır deyə 3 minus 2x, baxın bu 2. Deməli, artanda, yəni bu 1'dən böyük olanda kiçik olacaq 6 üstü 1'dən. Yəni işarə dəyişməyəcək. Yox, bu 6'da 1 olsaydı bu işarə dəyişib böyük olmalıydı. Kiçikdir 6 üstü 1, yəni 6. Buradan aydın ki, deməli 2x'imiz kiçikdir 3'dən. Bura 2x də böyütü nədir? 3 çıx 6 mənfi 3'dən. Deməli aldıq ki, x kiçikdir 1,5. Bir də x böyütü mənfi 1,5. Bəli, bu cavab oldu mənfi 1,5'dən. Deməli müsbət 1,5'in arası. Bura daxil olan parametrlər soruşur. O da deməli mənfi 1'dir, 0, 1 və bunların cəmini soruşur. Ona görə cavab nədir? Sıra bərabərdir. Dördüncü tapşırıq. X'in kubu vurulsun 2 üstü 2 minus 2 üstü x plus 3 böyükdür bərabər 0 bərabərsini həll edin. Bəli, buradan deməli 2 üstü 2, baxın, x'in kubu vurulsun 2 üstü 2 minus deməli 8 vurulsun 2 üstü 2 böyük bərabər 0. 2 üstü 2'si çıxardıq mütərizə xaricine qalır x'in kubu çıx 8 kiçik bərabər 0. Bu 2 üstü 2 müsbətdir. Bunu ata bilərik, yəni pollu müsbətdir. 0 olma şansı belə yoxdur. Buradan x kubu kiçik bərabər 8 alırıq. Buradan da x kiçik bərabər 2 cavab elədik. Mənfi sonsuzluq 2. Bu şəkildə deməli buradan x kubu düzməyək. Bu böyük bərabərdir. Mən kiçik bərabər yazdım. Böyük bərabərdir. X kubu böyük bərabər 8, x də böyük bərabər 2. Yəni cavab 2 müsbət sonsuzluq. Sonra deməli bu böyük, 4-cüdə böyük bərabər 0, 5-cidə də kiçik bərabər enişidir. 6-cı 6 üstü x minus 4 deməli böyükdür. Deməli 3 üstü 3x minus 12. Bu bərabərliyi həll edin. Bağışlayın. Buradan 6 üstü x minus 4 böyük olacaq. Bunu da yazırım 3'ün kubu. Baxın 3'ün kubu. Bir de üstünde yani x çıxsın 4. Yani 6 üstü x minus 4 böyük olacaq 27 üstü x minus 4. Bax bu. Bu da yani birincisi yani üstün görüş dərəcələri indi. Hər tərəfi sağdakını bölək 27 üstü x minus 4'e bölək. Alırsınız 6 üstü x minus 4 bölünsün 27 üstü x minus 4 böyüktür 1'dən. Bu da 6 bölünsün 27 üstü x minus 4 1'in de yerine yazıram. Elə 27'də 6 üstü 0. Bu da azalır. Niye? Çünkü 27'də 6 0 ilə 1 arasındadır. Ona göre azalanda işarə dəyişir. X minus 4 kiçikdir 0'dan. X də kiçikdir 4 olacaq. Bəli. Sonra 7-ci tapşırıq oxşarıdır. 8-ci tapşırıq. Demək, sual belə 4 üstü 1 minus 200. 4 üstü 1 minus 200 demək kiçikdir. 2'də 1 üstü 3x plus 2. Bəli, bu bərabərliyi həll edək. Bu oldu 2 üstü, deməli 2 minus 2x. Bu da kiçikdir 2 üstü mənfi 2x çıxılsın 2. Bu da deməli artır. Yəni 2 birdən böyük ona görə. Buradan da alınır ki üstlər eyni olacaq. 2 minus 2x kiçik olmalıdır. Mənfi 3x minus 2'dən. Bəli. Yəni eyni bunu deyirəm. Yəni işarə dəyişməyəcək. Buradan da mənfi 2x üstə gəlsin 3x. Kiçikdir mənfi 2 çıxılsın 2. Yəni x də kiçikdir mənfi 4'dür. Cavab oldu mənfi sonsuzluq mənfi 4 intervalı. 8-ci sual. Ən bir tam həlini soruşur. O da bura daxil olan mənfi 5'dir.
9 da oxşarıdır. 10-cu tapşırıq. Loqaritma 0.2, yəni 5-də 1 əsasından. Demək, x kiçik -2 bərabərçinin ən kiçik tam həllini tapın. Bu yenə də azalır. Hardan bildik? 5'te 1 nədir? 0-1 arasındadır. Artsa da, azalsa da içərisindəki x sıfırdan böyük olmalıdır. Buradan x böyük olmalıdır. 5'te 1 üstü -2, yəni 25. Beləliklə cavab nədir? X böyütü 25 olur. Yəni 25 müsbət sonsuzluq. Soruşur ən kiçik tam həllini. Burada da 25'dən böyük ən kiçik tam həll 26'ya bərabərdir. 11-ci sual. Demək, loqaritma 3/2 əsasından m böyütü loqaritma 3/2 əsasından n. Bax, bu nədir? Azalır. Hardan bildik? 0 kiçikdir 3/2. Bu da kiçikdir 1. Yəni əsas 0 ilə 1 arası olan da azalır. Yəni artsa da, azalsa da 2 müsbət olur. Yəni m müsbət, n müsbət. Bir də azalır deyə m kiçikdir n olacaqdır. Bəli, m kiçikdir n. Demək, bunların hamısı müsbətdir. Ona görə 0 kiçikdir m. Bu da nədir? Kiçikdir nədir? N olacaq. Yəni bu şəkildə. Yəni A bəndi. Bəli. Sonra baxaq. Deməli 12-ci sual oxşarıdır. 13-cü sual. Deməli sual belədir. 0,5 üstü x plus 1 kiçik bərabər 4 üstü x bərabərsə həll edək. Bunu yazıram 2 üstü. Bu 2 üstü mənfidir. O da 2 üstü deməli mənfi x çıxsın 1. Kiçik bərabər 2 üstü 2x. Bəli, bu yenə də artır. Ona görə işarə dəyişmir. Mənfi x minus 1 kiçik bərabər 2x-dən. Burada mənfi x kiçik bərabər deməli 1-dən. X də böyükdür bərabər mənfi 3-də 1. Mənfi 3-də 1. Bəli. 14-cü sualda oxşardır. 15-ci suala baxaq. 5 üstü 4x minus 3. Demək, böyükdür. 5 üstü 6x üstə gəlsin 7. Bu da artır şahidlər. Çünki nədir? A-sı, yəni 5, 1-dən böyükdür. Artanda, yəni işarə dəyişmir. 4x çıx 3, böyükdür. 6x üstə gəlsin 7-dən. Buradan da mənfi 2x böyükdür 10-dan. X də kiçikdir. Mənfi 5-də. Bəli, x də kiçikdir. Mənfi 5. Mənfi 2 bölündə işarə dəyişir. 16 da yenə oxşardır. 17-ci suala baxırıq. Demək, 2 üstü 3x vurulsun deməli 3 üstü 2x böyükdür bərabərdir 1 bölünsün 24 bərabərsin həll edin. Deməli, bunu yazıram 2 üstü 3, yəni 8 üstü 2x vurulsun 3 üstü 2x böyükdür bərabərdir 24 üstü -1. Buradan aydın ki 24 üstü x böyükdür bərabərdir 24 üstü -1. Bu da artır deyə x böyük bərabərdə -1 olacaq. Sonra 18 oxşarıdır. 19-cu sual. 10 üstü x minus 1 kiçik bərabərdir 10 üstü -2. Yəni artır deyə x minus 1 kiçik bir -2 işarə dəyişmir. Buradan x kiçik bərabərdir -1 olacaq. 20 oxşarıdır. 21-ci sual. Loqaritma 2 əsasından 3 üstü x çıxsın 11 böyütü 4. Bu bərabərsin həllərini tapın. Yenə artır. Çünki nədir? 2 birdən çoxdur. Ona görə artır. Artsa da, azalsa da 2 müsbətdir. 3 üstü x minus 11 müsbətdir. Bir də 3 üstü x minus 11 demək böyük olacaqdır. 2 üstü 4 yəni 16. Burada baxın, elə ki birinə t desəniz, biri sıfırdan, t sıfırdan böyükdür, t 16-dan. Ona görə daha yuxarını həll etmək heç yoxdur. Biz 1-2 sıfırdan böyükdür, 16-dan böyükdür. Bu zaman elə 16-dan böyük götürülür. Yəni 3 üstü x çıx 11 böyükdür 16-nı götürürük. 3 x böyükdür 27-dən, x də böyükdür 3. Cavab 3 interval müsbət sonsuzluq olur. 23-cü sual. Loqaritma x əsasından 6 böyükdür 0 həll edin. Biz bilirik ki, baxın şahidlər, biraz məntiq kimi. Biz məsələn bilirik ki, loqaritmanın əsası və içi hər ikisi birdən böyük olanda müsbət olur. Loqaritmanın əsası və içi hər ikisi birdən balaca olanda məsələn 0.1, 0.7 yenə müsbət olur. Yəni niyə? Çünki burada məsələn mənfi olsa 5-in üstə mənfi qoyanda bu düzgün olmayan kəsir düzgün kəsirə keçir. Bu deməli müsbət olmalıdır. Çünki 0.1-in üstə mənfi qoysanız mənfi olacaq, düzgün kəsir düzgün olmayan. Ancaq biri birdən böyük olsa, biri birdən kiçik olsa, onda mənfi olur.
Yəni demək istəyirəm ki, bu ümumiyyətlə müsbətsə, deməli 6 birdən çoxsa, x də birdən çoxdur. Bax, bu misalın cavabı birdən çoxdur. Ancaq həlli deyil də, əsl yolu budur. 1 bölünsün. Loqaritma 6-dan x müsbət. Sürət müsbət deyə məxrəc də müsbət olur. Yəni loqaritma 6-dan x müsbət olur. Buradan da alıram ki, x böyütü 0-dan, x böyütü 1-dən cavab elədi x böyütü 1. Sonra 25-ci tapşırıq. Yenə 24 yazan ancaq məntiqdən. Məsələn, loqaritma x əsasından 2-də 1 kiçik 0-dan. Demək, əgər bu 2-də 1, 0-1 arasındasa, x 1-dən böyük olmalıdır ki, bəli, dedim ki, biri 1-dən böyük, biri 1-dən kiçik olur, mənfi olur. X 1-dən böyük, yəni. Sonra 25-ci sual. 25-də 0,6 üstü 2x. Kiçikdir 3-də 2 üstü x. Görürsünüz, bir cins, yəni dərəcələr eyni onda bir cins. Ya sağa bölürsünüz, ya sola. Məsələn, gəl hər tərəf 3-də 200, baxın, 3-də 2 üstü x-ə bölək. Deməli, bu oldu, baxın, 0,6, yəni 5-də 3-dür. 5-də 3 üstü 2x. Bölürsünüz 3-də 2 üstü x-ə. Kiçikdir 1 alırsınız. Deməli, bunu böləndə tərsinə vurasınız, yəni 2 deyəcək, elə də 10-da 9. 10'da 9 üstü x, birin de yerine yazıram 10'da 9 üstü 0. Bu da azalır diye işaret değişe x bölü 1 olur. X bölü 1 olur. Deməli. Sonra 26 oxşardır, 27 suala baxaq. 27 sual. Deməli 2'də 3'dür. M. Deməli kiçikdir 2'də 3'dən. Yəni aydın ki bu artır. Niyə? Yenə A'sı məsələn 2'də 3'dür. Yəni birdən çoxdur. Funksiyadan kiçik olsa arqument kiçik olmalıdır. Ona görə M kiçikdir N. Bu misalın cavabı budur yəni. 29 sual. 0,7 üstü 2'yiz. Böyükdür, bərabərdir. 2 tamı 49'da 2. Bu olacaq 0,7, yəni 10'da 7 üstü 2'yiz. Böyükdür, bərabərdir 49'da belədir deməli 100. Bu da olsun 7'də 10 üstü 2 yerin dəyişsək 10'da 7 üstü -2. 10'da 7 görürsünüz ki 0 ilə 1 arasındadır, yəni azalır. Ona görə işarə dəyişir, x kiçik bərabərdir -2 olur. 30 sual oxşarıdır. 31. Kök altında 5 minus 2 üzərində x kiçikdir 1. Bəli, mən bu 1'i yazıram. Kök altında 5 minus 2 üstü 0. Bəli, bu azalır. Niyə? Çünki kökdə 5 2 tam nə qədərdir? 2'ni çıxanda 0 tam nə qədərdir? Yəni 0-1 arasında olduğuna görə azalır. Ona görə işarə dəyişir. X böyütü 0 olacaq. Sonra 32'də 32'ni yazaq. Deyir ki kök altında 27. Bax 5 tam nə qədər? Çıx 5 ilə 0 tam nə qədər? O 1'in dəyərini yazıram. Kök altında 27 çıx 5'i 0. Bax bir daha bu 0 kiçikdir. Kökdə 27 çıx 5'dən, o da kiçik 1'dən. Deməli bu azaldı. Azalırsa işarə dəyişir. X minus 1 kiçik bərabər 0'dan. X də kiçik bərabər 1. Sonra 34. sual. 0,10'da 2 üstü 7 minus 2 kız. Böyütü 5'ten. Bunu yazırım 0,10'daki 5'də 1'in. 5 üstü 2x minus 7 böyütü 5 üstü 1. Bəli, buradan 2x minus 7 böyütü 1'dən x də böyüt nədir? 4'dən. Cavab 4 müsbət olsun. 35. sual. LG x kiçikdir LG 3'dən. Bəli, bu LG'nin əsası yəni 10'da, ona görə artır. Buradan x 0'dan böyütü, belə deyək də 3 də 0'dan böyütü və artır deyə x kiçikdir 3'dən. Ona görə 0 kiçikdir x-dən, kiçikdir 3 olacaq bu belə. Sonra 36 sual. Bax, loqaritma a əsasından 3 böyütü loqaritma məsələn a əsasından 5. Belə. Məsələn, bunu istəsəniz ən yaxşı olur. Məsələn, düzdə yerinə qiymətlər qoymaq başqa. Məsələn, hər tərəfini LG elirsən. Bax, LG. Yazıram LG 3 bölünsün LG A. Böyütü həll oldu. LG 5 bölünsün. Məsələn, LG A. Sonra orta mərci gətirəndə, baxın,
Burada qaldı LG-A-da. Çünki LG-A yuxarıda qaldı LG3 çıxılsın LG5. Böl 0. Aydın ki LG3 LG5-dən kiçikdir oldu mənfi. Deməli mənfi nəyə bölməliyik ki müsbət olsun? Mənfiyə. Alıram LG-A-sı mənfidir. Buradan A-sı müsbətdir. Bu da kiçikdir 13,01-dən. Cavab oldu 0 ilə 1-in arası. Ya da ki biri deyəcək ki yoxlayıram da mənim 0 ilə 1 arasında. Məsələn 0 ilə 1 arasında tutaq 3-də 1 götürəndə. Bax 3-də 1 əsasdan 3 mənfi bilir. Ancaq 3-də 1 əsasdan 5 o mənfi 1 tam nə qədər bilir. Ona görə sol tərəf böyükdür. Belə yerinə qiymət qoya bilərsiniz. Ancaq əsl yolu hər tərəfinin loqaritmini məktəbənin. Sonra 37 deyəcəm bu da asaltda 37. Demək 0,5 üstü x kvadratı çıx 4 böyütü 2 üstü 3x. Bəli, bunu yazırım 0,5 2-də 1, yəni 2 üstü 4 minus x-in kvadratı böyütü 2 üstü 3x. Bu da artır deyə işarə dəyişmir. 4 minus x kvadratı böyütü 3x olur. Buradan da keçirəndə solu sağa alıram x kvadrat üstə gəlsə 3x çıx 4 2 0. Bu da köklərin arası. Köklər də -4-dən 1-dir. -4-dən 1-in arası olacaq. Bu bərabərliyin nəyi soruşur 37-də? Bərabərliyi ödəyən neçə tam həll var? Yəni sayında -4-dən 1 arasında ən yaxşı 1-dən -4 çıxırdıq 5, bir də 1 çıxırdıq 4. Burada 4 dənə tam ədəd var. Belə. Sonra deməli 39-cu sualda 3 üstü 30 kötə. Kiçikdir deməli 3 üstü n-dən, bu da kiçikdir 3 üstü kötə 70-dən. Yenə şahiddə bu artır deyə, bəli, funksiyadan kiçiksə arqument kiçikdir arqumentdən belə. Bəli, burada məsələn kvadrat yüksəldə bilərsiniz. 30 kiçikdir n kvadrat, kiçikdir 70. Bəli, burada n yerə müsbət ədədlə qoyuruq. Çünki sol müsbət, sağ müsbət arada mənfi olmaz. Yenə istədiyi neçə tam həlli var? Bunu ödəyənlər 6-dır, 7-dir, 8-dir və salam. 3 dənə tam həlli var. Sonra 41-ci sual. Deməli, loqaritma 3-də 1 əsasından x minus 6 böyükdür bərabərdir. Loqaritma 9-da 1 əsasından x. Bəli, bu bərabərliyi həll etmək lazımdır. Bu 9-da 1 3-də 1-in kvadratıdır. Ona görə bu olacaq. Loqaritma 3-də 1 əsasdan x böyük bərabərdir. 3-də 1-in kvadratı, yəni qabaq 2-də 1 çıxır. Loqaritma 3-də 1 əsasından belə deyək x. Bəli, bu da olacaq. Loqaritma alınır. Loqaritma 3-də 1 əsasdan x minus 2-də 1 vurulsun. Loqaritma 3-də 1 əsasdan x böyük bərabərdir. Bir dənəsindən 2-də 1-in çıxanda qaldı 2-də 1. 2-də 1 vurulsun. Loqaritma 3-də 1 əsasdan x böyük bərabər 0. Hər tərəfi 2-yə bıraq. Loqaritma 3-də 1 əsasdan x böyük bərabər 0. Bayaqki kimi deməli bu müsbət olmaq üçün əgər bu 1-dən kiçiksə, bu da 0-1 arasında olmalıdır. Yəni 0 kiçikdir 2, o da kiçik bərabər 1. Əsl yolu isə x müsbət olmalıdır. X kiçik bərabərdir 3-də 1 üstü 0. Yəni cavab aldıq 0 kiçikdir x kiçik bərabər 1 olmalıdır. 42-ci sualda oxşarıdır 43. Deməli, loqaritma 0,2 əsasından 2 böyükdür loqaritma 0,6 əsasdan x. Bir daha bunun hər tərəfini LG eləyirəm. Baxın, LG 2 bölünsün deməli LG 0,2 böyük olmalıdır. LG x bölünsün LG 0,6. Bəli, oradan mərkəzi getirək. Alıram demək, LG 0,2 qeyd edim ki, bu LG 0,2 mənfidir. Çünki LG-nin əsası 10-dur, birdən böyük, birdən kiçik. LG 0,6. Sürətdə aydında çarpaz vurun və LG x-i çıxardın qabağa. LG x vursun. LG 0,6 çıxılsın. LG 0,2. Bu da böyükdür nədir? 0. Bəli, şahidi, bu mənfi, məxrəc oldu müsbət. LG yəni ondan böyükdür, bu artır. Onun 0,6, 0,2 çoxdur müsbət. Deməli, müsbəti müsbət bölü müsbət. Beləliklə, LG x nədir? Buradan müsbətdir. Deməli, x 0-dan böyükdür, x 1-dən böyükdür. Cavab 1 müsbət sonsuzdur. Deməli, bu misalın cavabı 1 interval müsbət sonsuzdur. 43-də. Sonra, gəlin 45-də yazaq.
5-ci sual. Deməli, loqaritma 3 əsasından 2x böyük olacaqdır loqaritma 5 əsasından x. Necə həll edirik? Hər tərəfi elgə edirəm. Baxın, elgə x bölünsün elgə 3 böyükdür elgə 2x bölünsün elgə 5. İndi orta məhrəc getirik. Orta məhrəc elgə 2x vur elgə 5 çarpaz vuraq elgəni çıxardıq qabağa. Elgə x vurulsun elgə 5 çıxılsın elgə 3. Bu da böyükdür 0. Baxın elgə neydi bu üçüydü? Elgə 3 müsbətdir. Çünki hər ikisi birdən çox müsbət. Məxrəc oldu müsbət. Elgə 5-də elgə 3-dən çoxdur. Bu da müsbət. Müsbəti müsbət böləndə müsbət. Ona görə elgə x müsbət olur. Buradan da x sıfırdan böyükdür. Bu da artır deyə birdən çoxdur. Cavab 1 müsbət sonsuzluq. Bəli, bu misalın cavabı 1 müsbət sonsuzluq. Sonra deməli 46-cı suala baxaq. 9x plus 2 böyük bərabərdir 9 üstü 2x vurulsun x'in kvadratı. Bərabərsin ən kiçik həlli ilə ən böyük həllin hansıdır? Yazıram 9x vursun 81 böyük bərabərdir 9x vursun x. 9x müsbətdir. Bir var böyük bərabər 0. O mənfi olmayandır. Bu polu müsbətdir. Yəni. O zaman bölə bilərsiniz. Yəni 81 böyük bərabər x'in kvadratı. Buradan x kvadrat kiçik bərabər 81. Beləliklə cavab oldu mənfi 9-dan müsbət 9-un arası. Şimdi istədiyi nə idi? Ən kiçik həlli ilə ən böyük. Ən kiçik həlli mənfi 9-dur. Ən böyük həlli müsbət 9-dur. Bunların hansını soruşur? Cavab mənfi 81. Sonra 48-ci sual. 5 üstü x vurulsun 4 üstü x plus 1 kiçikdir 80 bərabərsinin ən böyük tam həllini tapın. Bunu yazıram müşahidlər. 5 üstü x vurulsun 4 üstü x vurulsun 4 kiçikdir 80'dan. Buradan 20 üstü x kiçikdir nədir 20'dən. Buradan da x kiçikdir 1 alırıq. Ən böyük tam həlli ilə 0'dır. 1 kiçik. 50'ci suala baxaq. 5 üstü 4x minus x'in kvadratı böyükdür bərabərdir 5'in kubu artır. Ona görə 4x minus x'in kvadratı böyük bərabər 3 olacaq. Buradan da aydın ki x solu sağa keçirəm. X kvadrat çıx 4x plus 3 kiçik bərabər 0. Bunun da deməli həlləri 1-3 olacaq. 1-3 arası. Sonra 52-ci sual. Deməli loqaritma 5'də 1 əsasından x plus 3 kiçik bərabər -2. Bu da azalır. Artsa da azalsa da içi müsbətdir. X plus 3 müsbətdir. Bir də x üstə gəlsin 3 böyük bərabərdir 25. Baxın x böyük -3. X də böyük bərabərdir 22. Əslində ki sol yəni nə deyim bu t əvəzlə məsələsi t böyük 0 t böyük 25-də. Ona görə bunu yazsanız kifayətdir. Cavab oldu 22 müsbət sonsuz. Sonra 54-cü sual. Onluq loqaritma x'in kvadratı çıxılsın 8x. Üzərin gəlsin 25. Kiçikdir 1 bərabərsin tam həllini tapın. İçərisi yəni x kvadrat çıxılsın 8x plus 25 müsbət olmalıdır. Bir də x kvadrat çıxılsın 8x plus 25 kiçikdir 10. Buradan sadələşdirsəniz bu x kvadrat çıx 8x plus 25 böyük 0. Bundan x'in kvadratı çıxılsın 8x üstə gəlsin 15 kiçik 0. Birincidə şahiddə sistemin birinci bərabəsində diskriminant 64 çıx 100 yəni diskriminant mənfidir. İkincidə isə görsün kökləri var 3 5 bunların arası olmalıdır 3-dən 5'in arası. Kiçik olanda bilirsiniz ki köklərin arası olur, böyük olanda qırağı. Ancaq diskriminasiyadan kiçik olanda bilirsiniz ki funksiyanın qrafiki yuxarıda qalır, o da həmişə müsbətdir. Ona görə bunun həlli mənfi sonsuz müsbət sonsuzdur. Mənfi sonsuz müsbət sonsuzda da 3 5'in kəsişməsi cavab oldu 3 5. Sonra 54 55 də oxşardır. 56 sual. Deməli loqaritma 3x kvadratı üstə gəlsin 1. Əsasından 13 böyükdür 1 bərabər sayılır. Buradan aydın ki 3x kvadrat plus 1 sıfırdan başqa istənilən qiymətdə artır. Bir dənə 0 olanda şübhə 1 edir. 1 əsasdan da 13'ün 1 edir. Əsas 1 ola bilməz. Onun mənası yoxdur.
Ona göre x farklı, yəni belə deyək də 0-dan. Zaten x 0 ola bilməz. Ona göre 0 ola bilməz, çünki 0 olanda əsas 1 olur. 0-dan fərqli olduğuna görə, ona görə bu həmişə 1-dən çoxdur. Demək 3x kvadrat üstə gəlsin 1 də 1-dən çox olduğuna görə, onda bu nədə artır. Artır deyə, onda deməli belə deyək də, həmin bu 13 deməli böyük olacaqdır. 3x-in kvadratı üstə gəlsin 1. Yenə deyirəm, x fərqli 0. Bəli, bunu həll edirik. Buradan deməli aldıq ki, 3x-in kvadratı bəli kiçikdir 12 olacaq. Yenə x fərqli 0. Buradan alırıq x-in kvadratı minus 4 kiçikdir 0 olur. X fərqli 0. Beləli mənfi 2-dən 0-a və 0-dan 2-yə. Bu oldu bərabərsin həlli. Tam həlli sayın soruşur. Ödəyən mənfi 1-dir. Və müsbət 1-dir. Yəni 0 ödəmir. Mənfi 1, müsbət 1. Sayın soruşur. Düzmü? 2 dənə bərabər. 58-ci misala baxırıq. Demək, 58-də 2 vurulsun loqarima 2 əsasdan 2 deməli kiçikdir. 2-ni yerə yazıram loqarima 2-dən 4. Bir üstə yazıram loqarima 2 əsasdan x plus 3. Hə, burada şəkildə yazıram, bax, loqarima 2 əsasından x-in kvadratı kiçikdir. Toplayanı vurmaq lazım. Bu da oldu loqarima 2 əsasdan, deməli 4x üstə gəlsin 12. Bəli, burada birisi 2 birdən böyükdür, ona görə artır. Baxın şəkildə, buradan çalışıb x kvadrat böyük 0 yazmayın da, çünki bizdə bərabəsi yuxarıdakıdır. Biz bu bərabəsi həll edirik. Yəni çevirməkdə məqsədi nədir? Burada düzdür, x 0-dan böyükdür, tamam. X üstə gəlsin 3 də 0-dan böyükdür. Ancaq burada mən bilməliyim hansı bərabəsə gəlir. Məsələn, bu tipli bərabəsə biz bilirik. Loqarim a-dan f(x) kiçikdir, a-dan j(x) artanda necə olur? Bunu çevirdim ki, yəni bu hissəsini, bax indi yazacağım hissəni yazmaq üçün ben. Buradan aydın ki, x 0-dan böyükdür, x mənfi 3-dən böyükdür, böyük olanda ən böyük götürülür. Buradan da x kvadrat minus 4x minus 12 kiçik 0. Biz bilirik ki, bunun kökləri 6 mənfi 2-dir. Kiçik olanda köklərin arası olur. Böyük olanda kənarları. Demək 6 mənfi 2, mənfi 6. Bəli. Bu da 0-dan 6-ya. 0-dan 6-ya. Kəsməsi, yəni 0-dan 6-ya. 58-də. Deməli 60-cı suala baxırıq. 9 üstü x minus 1 minus 3 üstü 2 kiçikdir 54. Bəli, bu bərabəsinin deməli soruşduğu müsbət tam həllərin cəmi soruşur. Müsbət tam həlləri. Yəni müsbət tam həlləri natural həllərdəndir. Bəli. Gör hansı ödür. Naturalların ən balacası, məsələn, yerinə qiymət qoymaq baxımından x bərabərdir. Müsbət tam həlləri, yəni 0 yox, mənfi yox. Məsələn, 1 qoyanda. X-in yenə 1 qoyanda elə də 9 0. 9 0 1-dir. 1-dən də 3 çıxanda ödür, yəni 1 ödür. Sonra üstə gələ 2 yerine yazanda 9 üstü 1 eləyir, 9. 9'dan da 2 yazanda 9 çıx 9 0 elədi. Düzmü yazdım? 2 yazanda 9, bu da 9 bəli. Bu da ödür. Sonra 3 yazanda, baxın bu elədi 27 çünki bu. Bu da 9'un kodu 81. 81'den 27 çıxan 54 ödür. 54 əldən kiçik deyil. 4 yazan daha çox. Yəni burada ödəyən ancaq bunlardır. Bu oldu belə deyim də, yəni yerinə qiymət qoymaq, qondarma. Ancaq əsr kodu isə hər tərəfi 9'a vuraq. 9x çıxılsın, 9 vurulsun 3 üstü 2. Bir de minus 9 vuram 54'e, deməli 36, 45, 486. Bəli, bu da nədir? Kiçik sıfırdan. Burada qanunda 3x-ə bir t deyə əsr yoludur yəni. T'nin kvadratı çıxılsın 9t. Çıxılsın 486, kiçik sıfır. Sonra diskriminant tapa. Diskriminant 81 üstə gəlsin. 4 dəfə, deməli, bu necədir? 4 dəfə, bu 4 dəfə 6, 24, 1944. Bu da bərabər oldu, deməli 2025. Bu da bərabər 45'in kvadratı. Aha. Bu da 9 plus minus 45 böl 2. Topladım deməli 54 yarısı 27 və çıxanda mənfi 36, mənfi 18. Aha. Demək aldıq ki, bu t daha mənfi 18 kiçikdir deməli 300x-dən, bu da kiçik 27'dən. 27 çünki bundan. Bunu da ödəyənlər düzdür, burada son sayda ödəyir. Ancaq söhbət naturaldan gedir bəli. Bunu 1 qoyanda ödəyir, bir də 2 qoyanda ödəyir. Yəni 1 və 2 mən. Bunların cəmini soruşur. Bəli, bu da əsir yoldur.
61 də oxşardır. 62. 7 tam onda 3'dür. X kvadrat minus 5x minus 6 bölünsün. X minus 12. Bəli, kiçi bərabərdir. Deməli 7 tam onda 3'dür 0. Bu da yenə artır. Yazıram x kvadrat minus 5x minus 6 bölünsün. X çıx 12 kiçi bərabər 0. Bəli, bunu da köylərini bura düzürük şahidlər. Demək köklər 6 mənfi bir sürətdədir. Ən minimal mənfi 1'dir. Sonra 6'dır. Sonra 12'də almır məxrəcdədir. Deməli müsbət, mənfi, müsbət, mənfi. Bəli. Kiçik olanda cavab oldu mənfi sonsuzluq, mənfi 1 belə. Bir də birləşmə 6 deməli qapalıdır. 12'də açıq şəkildə bu şəkildə. Bərabərsə ən böyük tam həlli, bu da 11 ödüyüdür. Son. Demək, sual belədir. Loqaritma 2 əsasından 4 çıxsın 2x. Bölünsün loqaritma 0.2 əsasından 0.1. Kiçik 0 həll edin. Bu məxrəcdə bu əsas 1-dən balacadır, 2 də 1-dən balacadır, deməli müsbətdir. Məxrəc müsbətsə sürət olmalıdır mənfi. Bəli, bu da artır. Deməli 4 çıxsın 2x müsbət olacaq. Bir de 4 çıxsın 2x kiçikdir 2/0 yəni 1-dən. Bəli, buradan deməli 2x-imiz kiçikdir 4-dən. Çünki məhsul çıxılan tapanı içəri dəyişir. 2x də böyükdür 3-dən. Deməli x kiçikdir 2 alırsınız. X böyükdür 1,5. Belə cavab oldu 1,5 və 2'nin arası. Sonra 66 sual. 3 üstü. Deməli buldu 1 üstə gəlsin 1 bölü 2. Bir üstə gəlsin 3 üstü 1 bölünsün x. Böyükdür bərabər 12 həll edin. Bu 3 dənədir. Yəni 3 dənə 3 üstü 1 bölü 2. Bir də üstə gəlsin 3 üstü 1 bölü 2. Bu oldu 4 dənə 3 üstü 1 bölü 2 böyük bərabər 12. Buradan 3 üstü 1 bölü x böyük bərabər 3 üstü 1. Buradan da 1 bölü x böyük bərabər 1 alırıq. Bunu da orta mərəz gətirirsiniz. X-də 1 çıx 2 böyük bərabər 0. Beləliklə 0 interval 1 parça və minus plus minus cavab elədir 0 ilə 1 yarım interval. Bərabərsin tam həllini tapın. Elə bunu ödəyən sadəcə 1. Sonra 68 sual. Y bərabər kökün altında 5x çıxılsın 4x. Bu funksiyanın təyin obası tapın. Beləliklə bunun içərisi 0-dan böyük bərabərdir. Dərəcələr eyni olanda bir cins olur. Bir cins olanda da bir cins. Sağ tərəfə məsələn bölürəm 4x-ə bölək. Onda alırsınız deməli 4'də 5 üstü 2x böyük bərabər 1. Yəni 4'də 5 üstü 2x böyük bərabərdir 4'də 5 üstü 0. Bu da artır. İşarət dəyişmir. Cavab x böyük bərabərdir 0. Sonra 70-ci tapşırıq. Loqaritma 6 əsasından x kvadrat çıxılsın 3x üstə gəlsin 2. Böyükdür 1'i həll edin. Yenə artır. Artsa da azalsa da içi müsbət olmalıdır. Buradan x'in kvadratı minus 3x plus 2 böyükdür 6 üstü 1 6. Deməli baxın elə bir ki t desək t 0'dan böyükdür t 6'dan böyükdür. Bunu götürük də. Yəni mən bunu həll edirəm bəsdir. Böyükdür 6. Buradan x'in kvadratı çıxılsın 3x çıxılsın 4 böyük 0. Bunu görürlər 4 mənfi 1. Ona görə 4 də mənfi 1'in qırağı olacaq. Bax, mənfi 1 və 4. Müsbət, mənfi, müsbət. Demək cavab oldu mənfi sonsuzluq, mənfi 1. Birləşmə 4 müsbət sonsuzluq. Sonra 72 sual. 72'də sual belədir. Loqaritma 2'də 1 əsasından x'in kvadratı çıx 5x çıx 6 böyükdür bərabər -50. Bu da azalır. Çünki əsas 0-1 arasındadır. Alıram x'in kvadratı minus 5x minus 6 0'dan böyük. Bir də ki x'in kvadratı çıx 5x çıx 6 2'də 1 -3 kiçik bərabər 8. Yəni buradan aldıq ki x kvadrat çıx 5x çıx 6 böyük 0. 8 bu yana gəlir.
x kvadrat çıx 5x çıxsın 14 kiçik bərabər 0. Deməli burada bunun kökləri nədir? Şagirdlər 6 mənfi 1. Burada da 7 mənfi 2. Bəli, burada deməli oldu qıraqları mənfi sonsuzluq mənfi 1. Birləşmə 6 müsbət sonsuzluq. Bu da oldu mənfi 2 ilə, bu mənfi 2. Mənfi 2 ilə 7-nin arası. Bunların kəsməsi oldu mənfi 2 parçadan mənfi 1 interval, birləşmə 6 interval, 7 parça. Belə. Sonra 73-cü suala baxırıq. Deməli 5 üstü 4 bölünsün x çıx 2 böyük bölünsün x çıx 10. Deməli buradan şahidi bu qüvvət onsuz da müsbətdir, tamam. Ancaq x2-dən fərqli olmalıdır. Deməli x2-dən fərqli olsun ki, kəsr mənası olsun. Deməli yuxarı müsbətsə aşağıda mənfidir. Çünki müsbətdir, mənfiyə böləndə mənfidir. X çıx 10 mənfi. Deməli mənfi sonsuzluq 10, sadəcə 2-ni almır. Məsələn. Sonra 75-ci sual. Kökün 6 deməli y bərabər loqaritma 3 əsasdan 5 minus x. Bu funksiyanın təyin obasını tapın. Yəni kökün altındakı ifadə yəni loqaritma 3 əsasdan 5 minus 2 sıfırdan böyük bərabər olmalıdır. Bu da artır. Buradan alırsınız ki 5 minus x müsbət olmalıdır. Bir de 5 minus x böyük bərabər 1. Yenə 5 minus x böyük bərabər 1. X də kiçik bərabər 4 olacaq. Sonra deməli 77. 77 biraz fərqlidir. 77. Yəni azarı deyə. Loqaritma 5'də 2 əsasından 7 minus x. Bəli, bu funksiyanın təyin obası tapındı. Və kökün altındakı ifadə loqaritma 5'də 2 əsasından 7 minus 2 böyük bərabər 0. Bu da azalır. Demək, buradan alıram ki 7 minus 2 sıfırdan böyük olur. Bir de 7 minus 2'nin kiçik bərabər 1'dən. Buradan alıram ki demək x kiçikdir 7 olmalıdır. X böyük bərabərdir 6. Cavab deməli 6'dan böyük bərabərdir 7'dən kiçik olmalıdır. Sonra 78 sual. Loqaritma 0,3 əsasdan mənfi x. Kiçikdir 0. Bu da azalır. Burada mənfi x sıfırdan böyük olmalıdır. Bir de mənfi x böyük olmalıdır 1'dən. Bizə niyə? Çünki mənfi x böyükdür. Azarı deyə işarə edəcək. 0,3 üstü 0. 0,3 üstü 0. Buradan alıram ki x kiçikdir 0'dan, x kiçikdir mənfi 1'dən. Cavab oldu mənfi sonsuzluq mənfi 1. Sonra 79 belədir. 80-cı suala baxırıq. 78 idi. 80 deməli loqaritma 2 əsasdan x kvadrat kiçik 1'i həll edin. Bu bərabərsə ən böyük və ən kiçik tam həllərin fərqini tapın. Buradan x kvadratı kiçikdir 2'dən. Ancaq eyni zamanda x kvadratı böyük olmalıdır 0'dan. Bunu ödəyən elə ən böyük 1'dir, ən kiçik mənfi 1'dir. Bunların fərqini soruşur. Cavab elədi 2. Sonra 82 sual. Demək x üstə gəlsin 3 bölünsün ln 2. Kiçik 0 nədir? Həll etmək lazım. Buradan ln 2. Yəni ln x-ə görə x müsbətdir. Baxın x müsbətsə, deməli onda sürət də müsbətdir. Bir daha bax, deməli x müsbətdir. Bəli, x müsbətdir. Deməli onda sürət müsbətdir. Müsbət də nəyə bölündü mənfidir? Mənfiyə. X müsbət, ln mənfi. A'dakı x müsbətdir. Buradan x kiçikdir 1'dən. Cavab oldu 0'dan 1 arası. Sonra deməli 83'dür, 84'dür. Bunlar asaldır. 84. Deməli 3-cü dərəcənin 2'nin üstü 5 minus 2x. Kiçik bərabər 8'də 1. Bunu yazarım 2 üstü 3'də 1. Yəni 5 çıxılsın 2x bölünsün 3. Kiçik bərabər 2 üstü mənfi 3. Bu da artır. Deməli buradan 5 minus 2x bölünsün 3. Kiçik bərabər mənfi 3. Hər tərəf 3'ə vuranda 5 minus 2x kiçik bərabər mənfi 15.
Buradan 2x böyük bərabərdir 20'ye, x də böyük bərabərdir 10. Cavab 10 müsbət sonsuz. Sonra deməli 10 müsbət sonsuz. Belə cavab da yoxdur burada. Yəqin səhv yapmışım. Deməli bir dəqiqə 84'də 2 üstü 5 minus x bölünsün 3. Bu da 8'də 1 2 üstü mənfi 3. Bu deməli bu şey 15 hardan idi? Bu mənfi 9 idi. Bəli bu mənfi 9'du. Mənfi 9 deməli bu da 2x böyük bərabər 14. X böyük 7 7. Cavab 7 parça müsbət sonsuz. Sonra 85'in suala baxırıq. Loqaritma 2'də 1 əsasından x üstəgəlsin 3 böyük bərabər mənfi 3. Bu da azalır. Demək buradan alırıq ki, artsa da azalsa da içi müsbət olmalıdır. Sonra x bir üstü 3 kiçik bərabər 2'də 1 üstü mənfi 3. O da 8. Demək buradan alırıq ki, x böyükdür mənfi 3'dən, x də kiçik bərabər 5'dən. Cavab oldu mənfi 3'dən böyük, 5'dən kiçik bərabər. Sonra 87. 87 sual budur. Y bərabərdir. Kök altında mənfi 2 vurulsun loqaritma. 4 əsasından x minus x'in kvadratı. Bu funksiyasının təyin tapa lazım. Mənfi 2 vurulsun loqaritma 4 əsasından x minus x'in kvadratı böyük bərabər 0 olmalıdır. Mənfi 2 bölsək, loqaritma 4 əsasından x çıxsın x'in kvadratı kiçik bərabər 0 olur. Sistemi getiririk. Bu deməli artır. Çünki 4 birdən çoxdur. Artsa da azalsa da içi müsbətdir. Bir de x çıxsın x'in kvadratı kiçik bərabərdir 1. Yəni 4 üstü 0'dan. Deməli x kvadrat minus 2 kiçik 0'dan. Bu da mənfi varanda x kvadrat çıx 2 üstə gəlsin 1 böyük bərabər 0. Yuxarının həlləri 0 ilə 1 arasıdır. Yəni köklərin arası. Aşağıda da diskriminant 0'dan kiçik olanda funksiya göydə qalır. O da hər zaman müsbətdir. Ona görə müsbət də 0'dan böyükdür. Yəni cavab oldu mən sonsuz. Müsbət sonsuzluq bunların da kəsməsi 0 1. Cavab 0 1. Sonra 89 sual. Deməli sual budur. 3 vurulsun 2 üstü. Deməli bir də üstə gəlsin 2 üstü 3 minus kök altında x minus 1. Bir də çıxılsın 25 böyük 0 əldə edin. Buradan şayda 2 üstü kök altında x minus 1'ə t deyirəm. Bu da müsbətdir. Tabi böyük bərabər yox, sadəcə müsbət. Alıram 3t. Üstə gəlsin bu da 2 üstü 3 bölünsündə, yəni 8 bölü t çıx 25. Ben hər tərəfi t müsbətliyə vururam. Alıram 3t'nin kvadratı. Çıxılsın 25t. Üstə gələ 8 bölüsün. Bunu diskriminantı elədi 625. Çıxılsın 96. Bu da 529'dur. 529. Demək kökləri alırıq 25 plus minus 23. Yəni kök altında 529 böl 2. Nədir ona da bu? Yəni 6. Bunun kökləri 25'dən 23 toplayanda 48. 6'ya bölündə 8 edir. Çıxanda deməli 2 bu da 3'də 1. Deməli aydın ki böyük olanda qıraqlar olur da. Yəni belə deyək A bəndi. Yəni T kiçik 3'də 1. B bəndə T böyükdə 8 alırıq. Burada T'ni bununla əvəz eləmişəm. 2 üstü kök altı x minus 1 kiçik 3'də 1. Buradan aydın ki kök altında x minus 1 kiçikdir. Loqaritm 2 əsasının 3'də 1. 2 əsasının 3'də 1 mənfidir də. Kök də mənfi ola bilməzdir. Boldu boş olur. Sonra 2 üstü x minus 1 böyük 8. Bu da artır deyək. Kökdə x minus 1 böyük 3'dən. Buradan da x böyük 10'dan. Deməli, gəlin 90'da yazaq, daha yaxşı şey. Deməli, 3 vurulsun, 8 üstü, kök altı x minus 4. Bir də üstə gəlinsin, belə deyək də 8 bölünsün, 8 üstü x minus 4. Bir də çıx 25, böyük 0. Bu 8 üstü x minus 4'ə, bir də t deyirəm, bu da polu müsbətdir, 0 olma şans biri yoxdur. 3t üstə gəlsin, 8 bölü t. Çıx 25. Bəli, ona görə də mən t'yə vura bilərəm. 3t'nin kvadratı, ancaq t böyükdür, bərabər 0 olsaydı vura bilməzdik. Çıxılsın 25t. Üstə gələ 8 böyük 0'ın diskriminantı 625 çıxılsın 96 529.
Sonra buradan aldıq deməli 25 plus minus 23 bölünsün 6. Deməli bu oldu 8. Bir də ki çıxanda və 6-ya 3-də 1. Deməli A bəndi. Yenə deyirəm bu bərabərlikdə aydın ki qıraqlar olur da. Yəni T kiçikdir 3-də 1. B bəndi T böyükdür 8 alır. Yəni 8'dür x minus 4. Bak kiçik o 3'də 1. Buradan 8'dür x minus 4. Bu da böyükdür 8. Buradan aydın ki kök altı x minus 4 böyükdür 1'dən, x də böyükdür 5'dən. Buradan da kök altında x minus 4 kiçikdir loqaritma 8 əsən 3'də 1. Bu da 1'dən böyük, 1'dən kiçik mənfidir. Kök də mənfi ola bilməz. Ona görə boşca olur. Cavab 5 müsbət sonsuz. Sonra 91-ci sual. Loqaritma 8 əsasından 3x minus 1 kiçikdir 1'i həll edin. Bu artır. İçərisi müsbət. Bir də artır deyə 3x minus 1 işarə dəyişmir 8'dür 1'dən. Buradan alıram x böyükdür 3'də 1. Buradan da x kiçik nədir 3 alıram. Cavab 3. 93-cü sualda isə bu da azalır. Loqaritma 3'də 1 əsasından x plus 2 deməli kiçik bərabər 0. Bu da azalır. Buradan da x plus 2 deməli müsbətdir. X plus 2 yenə böyük bərabərdir. 3'də 1 0 1'dən. Buradan da x böyük bərabər 1. Bir daha yəni bu t böyük 0, t böyük bərabər 1. Bunu götürürəm. Yəni x böyük mənfi 2, x böyük bərabər mənfi 1, kəşməsi mənfi 1 müsbət sonsuzluq. Bunu demək 93'dən soruşur. Ən kiçik tam 50, bunu ödəyən sadəcə mənfi 1'dir. Yəni ən kiçikdən yəni belə. Sonra 95-ci suala baxırıq. Loqaritma yəni LG x kvadrat üstə gəlsin ax üstə gəlsin 10 böyükdür 0. Bəli şahidi bu artır. Buradan x kvadrat üstə gələ ax üstə gələ 10 müsbət olmalıdır. Bir də x kvadrat üstə gəlsin ax plus 10 böyük olmalıdır 10 0 1'dən. Yəni t desəm t böyük 0 t böyük 1. Yəni böyük götürəcəm. X kvadrat üstə gələ ax plus 10 böyükdür 1'dən. Buradan isə x kvadrat üstə gələ ax üstə gələ 9 böyük 0. Bunu da həmişə müsbət olmaq üçün göydə qalmalıdır. Yəni yuxarıda. Yəni bu hal aydın ki, yəni ki diskriminasiyadan kiçik alıdır. A da müsbət. Bu A bunun qarşısında kəmisaldır. Yəni diskriminasiya sadəcə a kvadrat çıxılsın 36 kiçik 0 olur. Bu da oldu mənfi 6 ilə müsbət 6'nın arası. 96 10 taydı. Deməli baxırıq 97-yə. Kök altında 5 üstə gəlsin 2. Üstü deməli x minus 1 böyük bərabər kök altında 5 minus 2. Üstü x minus 1 bölünsün x plus 1. Bu bölünsün 1 deməkdir. Bunu qoşmasına vuranda 1 bölünsün yuxarıda 5 çıx 4 qalır. Aşağıda kökdə 5 üstə gəlsin 2 qalır. Yəni üstü x minus 1 bölünsün x plus 1. Bunu tərsi yazanda kökdə 5 üstə gəlsin 2 üstü mənfi 1. Üstü mənfi 1 o da 1 minus 2 bölünsün x plus 1. Bu kökdə 5 üstə gəlsin 2 yəni 1'dən çoxdur. Bu artdı. Demək aldı ki x minus 1 ardında yəni bu böyük bərabər bax bu. Ona görə işarə qaldı böyük bərabərdir. Nə 1 çıxılsın 2 bölünsün x plus 1. Bəli buradan x minus 1 minus 1 çıx x bölünsün x plus 1 böyük bərabər 0. Bəli bunu da deməli orta mərəz gətirdik. Qaldı x plus 1'dən. Bunu buna vuranda elədi x'in kvadratı çıx 1 çıx qabaqda mənfi var çıx 1 üstə gəl x. Bunu sadələşdirəndə alıram x kvadratı üstə gəl 2 çıx 2 böyük bərabər 0. Bunun kökləri olacaq. Deməli mənfi 2 balaca mənfi 2 qaradır. Sonra da mənfi 2 bir də ki mənfi 1 al. Köklər hansı mənfi 1 sonra mənfi 2 bir də 1. Deməli mənfi 1 aldı məxrəcdə bir də 1 o da sürətdədir qara. Müsbət mənfi müsbət mənfi. Cavab oldu mənfi 2 parça mənfi 1 interval birləşmə 1 parça müsbət sonsuz. Demək 97 nəyi soruşdu? Bərabərsin sadəcə həlli o da deməli oldu desin A bəndə mən. Sonra 99 son.
Loqaritma kök altında 6 bölünsün 3 əsasından 1 üstə gələ 2x böyüt 2. Belə bu kök 6 bölünsün 3. Kök 6 bölü kök 9 deməkdir. Yəni kök 6 bölü kök 3 birdən balacadır. Deməli azar. Deməli içərisi müsbət, tamam. Bir də ki 1 üstə gələ 2x azarı da kiçikdir. Yəni kök 6 bölü 3'ün kvadratı. Yəni də 9 6. Buradan alırsınız ki demək 2x böyütü mənfi 1. Sonra buradan demək 9 6 3'də 2'dir. Deməli 2x də kiçikdir. 3'də 2'dən 1 çaldı mənfi 3'də 1. Buradan alınır ki 2x böyütü 2'də 1. X kiçikdir mənfi 6'dır. Düzdürmü? X böyütü 2'də 1. 99'dan. Bir dəqiqə. Deməli buradan deməli bu böyüt 2 böyüt 0'dan. Bu da nədir? Kiçikdir. 2x kiçikdir. Deməli 3'də 2. Bu bir dəqiqə bu 3'də 2 ilə 3'də 2. 3'də 2'dən 1 çalı mənfi 3'də 1. Bu da mənfi 6'da 1. 99'da. Bir dəqiqə 99'da niyə cavab yoxdur? Demək 1 üstə gəlsin 2x müsbətdir, doğrudur. Sonra bu da deməli azara deyib 1 üstə gəlir 2x kiçik 9'da 6. Buradan 2x böyütü, hə deyib, burası səhv edirəm. 2x böyütü mənfi 1 bu. 2x böyütü mənfi 1, x böyütü mənfi 2'də 1 cavab oldu. Deməli mənfi 2'də 1'dən böyük və mənfi 6'da 1'dən kiçik. Bəli, belə. Mənfi 2'də 1, mənfi 6'da 1 arası. Sonra deməli 101'in sağ 100 oxşarı da 101. 101'dən deməli burada 3-cü dərəcədən 1 bölünsün 27 üstü x minus 1 böyütü 9'du mənfi x. Bu da 27'dir, yəni 3 üstü mənfi 3'dür. Yəni 3 üstü mənfi 3x üstə gəl 3 böl 3. Bu da 9 üçün kvadratı 3 üstü mənfi 2x. Bunu da sadələşdirəndə 3 üstü mənfi 2 üstə gəlsin 1 böyütü 3 üstü mənfi 2x. Bu da artır. Ona görə mənfi 2 üstə gəlsin 1 böyütü mənfi 2x. Sağ sola gəldi. X böyütü mənfi 1 cavab edir mənfi 1 müsbət sonsuzdur. Bərabər söyləyən x-in ən kiçik tam qiyməti o da mənfi 1'dən böyük 0 olacaq. Cavab 0. 102'ləri oxşar olacaq. 102 oxşar deyil, ancaq asandır. Bu da 103'dür, 102 deyil. Bundan gəlib birini yazsam, bunlar birini oxşar. 102'ni yazaq, 102. Deməli 7'də 3 üstü x'in kvadratı çıxılsın 8x böyütü 5 tam 9'da 4 üstü 14 çıxılsın 4x. Bu da oldu 7'də 3 üstü x kvadrat çıxılsın 8x böyütü. Bu oldu 9'da deməli 45 49. Bu da olsun bizdə deməli 3'də 7'nin kvadratı. Yəni 28 çıx 8x. Bunu da yazırsan yenə 7'də 3 üstü mənfi 1. Bu da 8x minus 28. Bu da azalır. Çünki 7 3 birdən balacadır. Ona görə x kvadrat çıx 8x işarə dəyişir. Yəni böyük kiçik olacaq. Kiçikdir. 8x minus 28. Bu da sadələşdirəndə x-in kvadratı çıxılsın 16x üstə gəl 28 kiçik 0. O da 2 ilə 14'dür. Cavab oldu 2 ilə 14'ün arası. Sonra deməli 103 oxşardır. 104'ə baxaq. %'ün Şimdi y bərabərdir deyir. Loqaritma 0,2 əsasdan a üstü x funksiyası artır. Artır və bu bərabər sıfıra loqaritma a əsasdan k böyütü loqaritma a əsasdan 4. Yəni bərabərsə həll edilir. Bu artırsa biz bilir ki, məsələn loqaritma bu y bərabər məsələn a üstü x funksiyası artır desən, aydın ki a birdən çox olmalıdır. Ona görə mən deyəcəm ki, bax bu a'sı yəni budur da loqaritma 0,2 əsasından a böyütü 1 olmalıdır. Yəni bəli. Çünki 1'dən böyük olmalıdır ki, məsələn 1'dən böyük 5, 6, 7, 5 üstü x, 6 üstü x funksiyası açsın.
Buradan aydın ki A'sı müsbət olmalıdır. Bir də A kiçikdir 5'te 1 üstü 1, yəni 5'te. Bir dəqiqə 0'dan yox, 0,2 üstü 1, 0,2'dən. Bəli. 0,2'dən. Buradan deməli 0 kiçikdir A'dan, bu da kiçikdir 0,2'dən. Deməli A 0 ilə 0,2 arasındadır. Bəli, 0 ilə 0,2. Bu da aydın ki 0 ilə 0,2 arası 1'dən balacadır. 1'dən kiçik olanda nədir? Bu azalır. Azalanda da buradan deməli K'sı müsbətdir, tamam. Bir də K'sı kiçikdir 4 olacaqdır. Verir 6 ki 0 kiçikdir K'dan, bu da kiçikdir 4'dən. 0 ilə 4 arası. Sonra 105'in sonu. Y bərabərdir 2'də 1 üstü 2x. Çıxılsın 3'də 1 üstü x. Bəli, bu funksiyanın təyin olası. Deməli 2'də 1 üstü 2x minus 3'də 1 üstü 2x böyük bərabər 0 olmalıdır. Bunu hər tərəfi 3'də 1'ə bölsək, deməli 2'də 1 üstü 2x, çünki bir cinsdir, bölünsün 3'də 1 üstü 2x böyük bərabər 1. Buradan alırıq 2'də 3 üstü 2x böyük bərabər 1. 1'in yerine 2'də 3 ise 0 yazıram. Bu da artır diye x böyük bərabər 0. Sonra baxaq deməli deməli 106'ın solu baxaq. 106. Deməli sual belədir. 3 üstü kök altdan 1 minus 2x belə deyək böyükdür. X vurulsun loqaritm 5'dən x. Məsələn, şahiddə bunun tipinə baxırsınız ki, yəni bu heç bir düstura gəlmir də, deməli məntiqdir. Məsələn, baxın təyin obasını həll edirəm. Burada x müsbət olmalıdır ki, mənası olsun. Bu kökün də mənası olsun deyə cüt dərəcən olduğuna görə böyük bərabərdir. Deməli, buradan aldınız ki, deməli 0 kiçikdir 2, kiçik bərabər 1. Mən deyəcəm cavabı da niyə? Bax 0 ilə 1 arasında istənilən ədəd götürsəniz, təbii sol tərəf müsbətdir. Bu da 0 ilə 1 arası 5 əsasdan, məsələn 0 ilə 1 arası tutaq ki, düzgün kəsir götürsən, bu da mənfidir. 5'dən altda 1, 5'dən 7'də 1, 5'dən 8 mənfidir. Mənfin də buna vuranda yenə mənfidir. Müsbət də mənfidən həmsi bölür. Yəni bir sözlə bu cavabı bura qoysaq, bir dəqiqə bu 1 minus 2 0'dan böyük bərabər. Hə, bəli düz. 0 kiçikdir 2, kiçik bərabər 1. Sol müsbətdir, sağ mənfidir, belə deyir mən. Sonra 107. Hə, 107'nin sola baxaq. Demək 4 üstü loqaritma 3 əsasından 1 bölünsün x plus 1. Kiçikdir 1'dən, yəni 4'ü 0'dan. Buradan loqaritma 3 əsasından 1 bölünsün x plus 1 kiçikdir 0'dan. Buradan da loqaritma 3 əsasından bu x plus 1 üstü mənfi edir də, yəni mənfi kiçikdir 0'dan. Buradan da loqaritma 3 əsasdan x plus 1 böyükdür 0'dan. Yəni buradan alacağıq ki, x üstə gəlsin 1 müsbət olmalıdır, x üstə gəlsin 1 böyükdür 1 olmalıdır. X də böyükdür 0. Sonra deməli 108 sual. Y bərabərdir loqaritma 4 əsasından x kvadrat çıx 3'ün təyin olmasını tapın. Yəni, buradan kökün altındakı ifadə loqaritma 4 əsasından. Bu böyük bərabərdir 0 olmalıdır. Bu da artır. Demək, 2 müsbətdir bu, aydındır. Bir də x kvadrat çıx 3 böyük bərabər 4 0, yəni 1'dən. Buradan x kvadratı çıx 3 böyük bərabər 1'i həll edirsiniz. X kvadrat çıx 4 böyük bərabər 0, bu da oldu mən sonsuz mənfi 2. Birləşmə 2 müsbət sonsuzluğu bax belə. Sonra 109'da da y bərabər kök altında loqaritma 4'də 3 əsasından 2 çıx 5x. Bəli, bunu həll edin. Buradan da aydın kökün altındakı ifadə hamısı 0'dan böyük bərabərdir. Belə. Bu da azalır. Azalır. Yəni artsa da azalsa da aydın ki, bu içi müsbət bu iç. Azalır deyil, bax bu kiçik bərabər olacaq. 4'də 3 ise 0, yəni 1. Buradan x kiçikdir 5'də 2'dən. Buradan da x böyükdür bərabərdir 5'də 1'dən. Cavab oldu 5'də 1'dən böyük, 5'də 2'dən kiçik. Belə. Biri parça, biri interval. 5'də 1'i alır, 5'də 2'ni alır. Sonra deməli 110 son. 109, 110 benim.
Demek 3 üstü loqaritma 2'dən 2 böyükdür nədir? X-dən. Bu da yenə artır deyə üstü tapanda, yəni loqaritma 2'dən 2 böyük olacaq loqaritma 3'dən x. Bunun hər tərəfi yenə məsələn elq eləyirəm. Elq 2x bölünsün elq 2. Böyük olacaq. Elq 2x bölünsün elq 3. Bəli, orta mərci getirsək. Alırıq deməli elq 2, elq 3. Yuxarıdan deməli elq x çıxardıram. Çarpaz vurduq fərz edin. elq 3 çıxılsın elq 2. Bu da böyük 0. Bu aşağısı müsbətdir, yuxarısı müsbətdir. Buradan elq x müsbət edir. Buradan x böyütür 0, x böyütür 1. Belə cavab 1 müsbət sonsuz. 111-dən oxşarıdır. Sonra deməli baxırsan 112-yə. Loqaritma 2 əsasından demək 2x plus 1 bölünsün 3x minus 1. Kiçik 1'i həll edin. Bu artır. Demək artsa da azalsa da 2 müsbət olmalıdır. 2x plus 1 bölünsün 3x minus 1 müsbət olmalıdır. Bir də 2x plus 1 bölünsün 3x minus 1 kiçik olmalıdır. 2 üstü 1 2'dən. Bəli, bunu məcbur həll etməliyik. Uzundur, asandanca. Demək yuxarıda bilirsiniz ki, nə də qıraqlar olacaqdır. Baxın, bu mənfi 2'də 1. Bu da 3'də 1. Yəni bu bir dəfə bilin ki, yəni kiçik olan da arasıdır, böyük olan da qıraqdır. Bunu da orta mərci getirəcəm. Şifahi yazmağa çalışaq. 3x minus 1. Fərz edin ki 2'yə vurmuşam. Keçmişəm bu yana da yəni bu. Demək 2x plus 1 minus 6x üstə gəlsin 2. Bax 2 0. Yuxarının həlli deməli böyük olduğuna görə mənfi sonsuzluq mənfi 2'də 1. Birləşmə 3'də 1 müsbət sonsuzluq. Yuxarı burada şey nədir? Sadələşdirsək 3x minus 1. Qaldı burada mənfi 4x. Bax mənfi 4x üstə gəlir 3. Mənfi 4x üstə gəlir 3. Bax mənfi 4x üstə gəlir 3. O da 4x çıxsın 3 yazıram. Mənfi vururam. Bu da işarə dəyişdi böyük 0. İnşallah yəni. Burada nə qalmışdı? Yəni 3 çıx 4x idi də. Düzdürmü? 4x çıx yazdım. Burası mənfi yazdım ki vurdum ki işarə dəyişsin. Bu oldu mənfi sonsuzluq mənfi 2'də 1. Birləşmə 3'də 1 müsbət sonsuzluq. Bu da deməli qıraqlar olacaq. Mənfi sonsuzluq deməli 3'də 1. Birləşmə 4'də 3 müsbət sonsuzluq. Bunların kəsməsi olacaqdır. Gəlin şəkil çəkək. Baxın mənfi sonsuzluq mənfi 2'də 1. Belə. 3'də 1 müsbət sonsuzluq. Sonra yine mənfi sonsuzluq, yəni 3'də 1 bu yana. Bir də 4'də 3'də burada da 4'də 3 müsbət sonsuzluq. Bax bunların kəsməsi görün nədir? Mənfi sonsuzluq mənfi 2'də 1. Birləşmə 4'də 3 müsbət sonsuzluq. Beləcə. İndi yəni uzundur, ancaq asandır əslində yəni. Demək düz mü yazdıq? Var belə cavab? Hə, yebəndi. Sonra lap 113'ü də yazıram. Baxın 113. Loqaritma 2'də 1 əsasından 3x minus 1 bölünsün x plus 2. Bax, kiçikdir 1. Buradan yazacağım ki 3x minus 1 bölünsün x plus 2 böyük 0'dan. Bir de 3x minus 1 bölünsün x plus 2 böyükdür. Çünki azaraq, azar. Böyükdür 2'də 1. Bunun kimi uzatmayaq. Burada görürsən biri böyükdür, biri kiçikdir. Burada hər ikisi böyük olduğuna görə altdakı yazım təkcə 3x minus 1 bölünsün x plus 2 böyükdür 2'də 1. Yəni elə fərz edin ki bu t'də də t böyükdür 0, t böyükdür 2'də 1. Görürsən t böyükdür 2'də 1 götürürük. Yəni bunu həll edə kifayətdir. Orta mərci getirsək 2'dən x plus 2. Orada qaldı 6x çıx 2 minus deməli x plus x çıx 2. Sadələşdirəndə sürətli oldu 5x çıx 4. Aşağıda 2'dən x plus 2 böyük 0. Bəli, burada da köklər deməli mənfidir. Bir də 4 bölü 5'dir. Belə sadələşdirək. Müsbət, mənfi, müsbət. Böyük olduğuna görə cavab olacaq. Mənfi sonsuz mənfi 2. Birləşmə 5'də 4 müsbət sonsuz. Bəli, 113'də deməli var cavab. Bəli.
Sonra baxırıq 114-ə. Demək 3 üstü modulda 2x kvadrat çıxılsın 13 kiçik bərabər 3 üstü 5. Bu da artı, deməli modulda 2x kvadrat minus 13 kiçik bərabər 5. Bu da aydın ki, mənfi 5 kiçik bərabərdir 2x kvadratı minus 13 kiçik bərabər 5 üstünə 13 gələcək. Bu da 8 kiçik bərabər 2x kvadrat kiçik bərabər 18 2'ye bölürük. 4 kiçik bərabər x kvadrat kiçik bərabər 9. Tam həllər bunu ödəyənlər plus minus 2'dir, bir də plus minus 3'dür. Yəni 4 dənədir. Bir dəqiqə yox, səhv edirəm. Plus minus 2. Bəli. Plus minus 2 düzdür. 116. Loqaritma 2 əsasından x kvadrat üstə gəlsin 3 üstə gəlsin. Bir də x kvadrat çıx 1. Bəli, böyük bərabərin 2 əldə edilir. Bana şahidi buna yəni bu məntiqdə təyin olsa əldə olur. Mən deyirəm ki, bax bu sıfırdan böyük bərabər olsun ki, bu mənası olsun. Aydın ki, bu sıfırdan böyükdür. Mənası var və burada müsbət çıxır. Demək bu böyük bərabər sıfırdan. Bu da x kvadratı bilirsiniz ki, belə deyil, birdən çoxdur. Birdən çoxdur, üstünə 3 yəni 4-dən çoxdur. Deməli bu 4-dən çoxdur. Bax, böyük bərabər 4. 2 əsasdan 4-də 2'lir. Ona görə bunun içi 4'dən çoxdursa, ona görə bu 2 əsasdan 4 2'lir. Bu da 2'dən çoxdur. 2'dən böyük ədəd, 0'dan böyük ədəd. Deməli 2'dən çoxdur. Yəni ki, bir sözün təyin oblasının yerinə yazsanız ödəyir. Sonra 117 üstünde göstərirəm, baxın. 117'də də baxın x kvadratı böyükdür bərabər 4'dən. Yəni bu kökdən 0'dan çox ədəd çıxır. Bu da x kvadrat 4'dən çoxdursa, bunun içi 8'dən çoxdur. 2 əsasdan 8 3 eləyir. Deməli bu 3'dən çoxdur, bu da 0'dan çoxdur. Yəni ödəyir. 118. Deməli loqaritma 2 əsasından x kvadrat çıxılsın x plus 2 kiçik bərabər 3'ü əldə edin. Bax bu artır. Yazaram ki içi, yəni x kvadrat çıx 2 plus 2 böyük 0'dan. Bir də x kvadrat çıx 2 plus 2 kiçik bərabər 8'dən. Birincidə aydın diskriminasiyadan kiçikdir. Yenə deyirəm diskriminasiyadan kiçikdir. Ona görə həmişə yuxarıda qalır. Ona görə birincinin cavabı mənfi sonsuz müsbət sonsuzdur. Buradan keçirəndə bu yana x kvadrat minus 2 minus 6 kiçik bərabər 0. Buna köklər 3 mənfi 2. Yəni mənfi 2 3'dən mənfi sonsuz müsbət sonsuzun kəsişməsi elə mənfi 2 3 olacaq. İstədiyi nədir 118'də bərabərsə ən böyük həllini istəyir. O da 3'dür. Elə böyük də budur, ən böyük tam həlli də budur. Sonra deyəcəm 119 oxşarı 120. X minus 5 vurulsun loqaritma 3 əsasına x plus 1. Bəli, 2 0 əldə edin. Burada x plus 1 müsbətdir, tamam. X də böyükdür, mənfi 1. Ancaq mənfi 1'dən böyük ədəd bura qoyanda müsbət ola bilər, mənfi olur. Yəni bu məntiqdən getmir. Ancaq yolu budur. Bu müsbət, bu mənfi olmalıdır ya da bu mənfi, bu müsbət. İki hala baxırıq. Yəni A bəndi. Bir dəfə x çıx 5 müsbətdir. Loqaritma 3 əsasdan x plus 1 mənfidir. B bəndi. Bir dəfə də x minus 5 mənfidir. Loqaritma 3 əsasdan x-də gəlsin 1 müsbətdir. Bəli, bunlar həll edir. Birincidən aydın ki x böyükdür 5. X plus 1 müsbət. X plus 1 kiçikdir 3 0 1'dən. X böyükdür 5. X böyükdür mənfi 1. X kiçikdir 0. Bəli, buradan demək 5'dən böyük 0'dan kiçik ədəd yoxdur. Boş olur. Buradan isə alıram ki x kiçikdir 5'dən. Bu da böyük 0'dan. Bu da böyükdür 1'dən. Bəli, buradan alıram ki x 5'dən kiçikdir. X mənfi 1'dən böyükdür. X, yəni buradan 0 ilə 5 arası olacaq. Bəli, cavab 0 ilə 5 arası. Sonra 122. Loqaritma 2'də 1 əsasdan 9 2 böyükdür bərabər. Loqaritma 2'də 1 əsasdan 5 vurulsun 3 üstü 2 minus 6. Bəli, bu azalır.
Ancaq mən təkcə deyə bilmərəm də 9x deməli kiçik bərabərdir 5 vurulsun 3x minus 6. Ona görə bunun içini yazmaq lazım. Bax 9x müsbət 5 vurulsun 3. Bu yazmaq qaydası, yəni müsbət. Bəli, deməli yuxarı sadələşdirsək 3 üstü 2x minus 5 vurulsun 3x üstə gəlsin 6 kiçik bərabər 0. Bu 9x tamam, həmişə müsbətdir. Buradan da 3 üstü 2x böyükdə 6 böl 5 edir. Baxın 6 böl 5 yəni 1,2. Bəli, buradan alıram ki, deməli bu aydın ki, bunun kökləri 3 və 2-dir. Deməli 3 dəfə 2 6, 3-ün 2 5 bəli. Deməli 3-dən 2. Deməli 2 bir daha bunun kökləri 3 və 2-dir. Deməli 3x-ə t demişəm. Elə bilin ki, t demişəm. 2 kiçik bərabər 3x. O da kiçik bərabərdir demək 3-dən. Buradan x böyükdür. Loqarma 3 əsasdan 1,2. Bəli, buradan deməli hər tərəfin qabağına log yazsaq, loqarma 3-dən 2 kiçik bərabərdir x-dən. O da kiçik bərabər loqarma 3-dən 3, yəni 1-dən. Bu da oldu loqarma 3 əsasından 1,2 müsbət sonsuz. Bax, bu ucu 1 sayılır da. Elə fərz edin ki, bax, burada olacaq loqarma 3-dən 2. Bu da 1. Loqarma 3 əsasından 1,2 də arxadadır. Bunların kəsməsi oldu nədir? Loqarma 3-dən 2 və 1. Yəni siz fərz edin ki, məsələn mən bunu yazmaya da bilərdim də, bax bunları. Yenə cavab düz çıxacaqdır. Ancaq yol səhv olacaqdır. Sonra 122-nin cavabı oldu. Deməli loqarma 3-də 2-dən 1 var məndə cavab. Loqarma 3-dən 2 və 1. 3-dən 2 və 1. Burada niyə mən belə götürmüşəm? Belə də parçadan. Bəli. Sonra deməli 124-ün sual. Bunlar əslində əvvəlkilərə aiddir. 124. Loqarma 2-də 1 əsasından x kvadrat üstə gəlsin 2x çıxılsın 8 böyük bərabər -4. Bu azalır. Deməli, buna yazıram ki, x kvadrat üstə gəlsin 2x çıx 8 böyük 0-dan. X kvadrat üstə gələ 2x çıx 8 kiçik bərabər 2-də 1 -4 16. Buradan alıram ki, deməli x-in kvadratı üstə gəl 2x çıx 8 böyük 0-dan. X kvadrat üstə gələ 2x çıxılsın 24 kiçik bərabər 0-dan. Bunun kökləri -4 2-dir. Bunun kökləri də -6 4-dür. Burada demək oldu mənfi sonsuzluq -4. Birləşmə 2 müsbət sonsuzluq. Bu da oldu -6 ilə 4-ün arası. Bunun kəsməsinə baxaq. Deməli mənfi sonsuzluq -4. 2 müsbət sonsuzluq. Bir də -6. Bu da 4. Bəli, bunların kəsməsi baxın. Olacaq -6 -4 birləşmə 2 4. Burada da olacaq. Deməli 124-də -6 -4. -6-ını bizdə alır ki. Bunları mən neçə yazarım? Bu belədir. -6 parçaydı. 4 də parçaydı. Deməli bu alırdı. Axırıncı alır mənim. Deməli bu intervaldır. Künclər isə parçadır. Bəli, cavab nədir? B bəndi. Sonra deməli 125 buna ait yazmışdıq biz. 126. Deməli 3'də 1 üstü 4 bölünsün 2 çıxsın 1. Üstə gəlsin 3'də 1 üstü 4 böl x böyütü 12. Bu 3'də 1 üstü mənfi, yəni 3 dənə oldu. 3 dənə 3'də 1 üstü 4 bölü 2 üstə gəlsin 3'də 1 üstü 4 bölü x böyütü 12. Bu oldu 4 dənə 3'də 1 üstü 4 bölü 2 böyütü 12'dən. Buradan deməli 3'də 1 üstü
4 bölü x böyütü 3'dən. Bu da 3 üstü mənfi 4 bölü x böyütü 3 üstü 1'dən. Mənfi 4 bölü x böyütü 1'dən. Orta mənəci getirendə x-dən. Mənfi 4 çıx x böyütü 0. Mənfiyə vuranda x üstə gəlsin 4 bölü x kiçik 0. Cavab edir mənfi 4-dən 0-ın arası. Bəli, bu bərabərliyin ən kiçik tam əlini tapın. O da mənfi 3 oldu. Bəli. Sonra 128. Loqaritma 3 əsasdan x kvadrat üstə gələk 2x plus 3 kiçik bərabər 2-dən. Bəli, bu artır. Artsa da, azalsa da içi müsbət olmalı. Buradan x kvadrat üstə gələk 2x plus 3 kiçik bərabər 9-dan. Buradan alıram x kvadrat üstə gələk 2x plus 3 böyütü 0. X kvadrat plus 2 minus 6 kiçik bərabər 0. Yenə birincidə diskriminasiyadan kiçik deyə cavab mənfi sonsuz müsbət sonsuzdur. Bu da mənfi 3-dən 2-nin arasında. Bunların kəsməsi mənfi 3 2 parça, yəni alır. Bərabərsə ən kiçik həlli mənfi 3. 129 2 sinüs alfa üstə gəlsin 1 dənə kosinüs alfa bərabər kökdə 5 loqaritm 2-dən a. Aydın ki biz bilirik ki bunun kök altlarla kvadratda cəm olacaq 4 1 5. Bəli, onda bu uşaq olacaqdır mənfi 5-dən, mənfi kökdə 5-dən müsbət kökdə 5-in arasında. Çünki sol tərəfin qiyməti olacaq mənfi kökdə 5, müsbət kökdə 5-dən. Hər tərəfin kökdə 5-i bölək, mənfi 1 kiçik bərabər loqaritma 2-dən a. O da 1. Bu da 2 üstü yazsaq, 2 üstü mənfi 1 2-də 1, kiçik bərabər də a, kiçik bərabər 2. Sonra deməli 131-ci sual. Y bərabərdir arc kosinus r-in kök altında x plus 4. Bu funksiyanın təyin olması. Arc kosinusun təyin olması şanklər mənfi 1-lə 1 arasındadır. Yəni, onun gibi bu ifadə bunun içərisində mənfi 1-lə 1 arasındadır. Buradan da bu əsası y'dir. Elib yazıram y üstü mənfi 1. Düşünün ki bunun əsasına bir y yazıram. Y üstü mənfi 1. Bu da y üstü, bu da y üstü. Y üstü mənfi 1 oldu 1 bölü y. Kiçik bərabər x plus 4. O da kiçik bərabər y. Hər tərəfin kvadratı yüksəldə 1 bölünsün y'nin kvadratı kiçik bərabər x plus 4. Kiçik bərabər y'nin kvadratı. Hər tərəfin 4 çıxanda cavab oldu 1 bölü y kvadrat çıxılsın 4. Kiçik bərabər 2x. Kiçik bərabər y kvadrat çıx 4. Yəni 1 bölünsün y kvadrat çıx 4 ilə y kvadrat çıx 4-ün arası olacaq. Sonra 133. Üçüncü dərəcədən 0.5, 0.5'də 2 üstü mənfi 1, yəni 2 üstü mənfi 2x çıx 8 böyütü 2 üstü mənfi 2x. Bunu açanda 2 üstü mənfi 2x çıxılsın 8 bölünsün 3 böyütü 2 üstü mənfi 2x. Bəli, mənfi 2x çıx 8 bölünsün 3 böyütü mənfi 2x hər tərəfin 3'ə bıraq. Mənfi 2x minus 8 böyütü mənfi 6x. Buradan 4x böyütü 8'dən x də böyütü 2'dən. En kiçik tam 53'dür. Sonra 135. 2 üstü x üstə gəlsin. 9 bölünsün 2 üstü x. Demək kiçik də ondan. Buradan 2 üstü x müsbətdir. Buna bir t deyək. T üstə gəlsin 9 bölünsün t kiçik də 10. Hər tərəf t'yə vurun. T'nin kvadrat çıx 10t. Üstə gəlib 9 kiçik 0. Bunun köyləri 1 ilə 9'dur. 1 kiçikdir t. T'nin yerinə 2 üstü x yazın. Kiçik 9. Bərabərsin tam həllərin hansını tapın. Bunu ödəyən deməli yerinə qiymət qoy. Məsələn, aynı ki mənfi 1 qoya bilməzsiniz. Yəni belə deyək də bu hər tərəfin loqaritm 2 eləsək, bu elədi bu 2 üstü 0 deməkdir. Bu da 2 üstü loqaritm 2'dən 9 deməkdir. Yəni elə ki bu 0 kiçikdir x-dən, bu da kiçikdir loqaritm 2'dən 9. Belə də yaza bilərəm. Yəni bu da 3 tam nə qədərdir?
Ya da yerine qiymət qoyun. Məsələn 1 ödəyir. Sonra 2 ödəyir. Bir de 3 ödəyir. Bunların hasilini soruşur. Cavab elə 6. Sonra burada 137 çox asan dərsində. 138-də həmçinin 139 yazıram. 2 vurulsun loqaritma 0.1 əsasdan kök 8 minus 5 vurulsun loqaritma 0.1 əsasdan 2 böyütü 3'ü həll edin. Deməli, bunu yazırım 2 vurulsun. Bunun şahidi elə bir kvadrat düzəldikdə loqaritma 0.1 əsasdan 2 minus 5 dənə loqaritma 0.1 əsasdan 2 böyütü 3'dən. Bunu çıxanda ilir -3. Vurursan loqaritma 0.1 əsasdan 2 böyütü 3. Bu da loqaritma 0.1 əsasdan 2 kiçikdir -1. Bəli, bunu həll edəndə deməli x böyütü 0 olmalıdır. Bir də x böyütü %1 üstü -1, yəni 100. Belə cavab olduğu x böyütü 100. 100 müsbət sonsuz. Bərabəsin ən kiçik tam həlli o da 101'dir. Sonra 141. sual. Demek 4 üstü x üstü gelsin 1 minus 16 vurur 2 üstü 2 minus 22 0. Bu 2 üstü x'e t diye. Bu da 4 vurursun 4x diyen 4t kvadratı. Çıxsın 16t çıx 22 0. Her tarafı 4'e bölək. T'nin kvadratı çıxsın 4t çıx 5 2 0. Bu köyləri 5'də məhbirdir. Mənfi 1 kiçik deyən t. O da kiçikdir 5. Bərabəsi müsbət taməllərin burada deməli 1 qoyan ödü, bir də 2 yazalım. 1 və 2 bunların cəmi soruşur 3. 142. Loqaritma 5'də 1 əsasından 9 çıx x bölünsün 3x plus 1. Kiçik 0 əldə edin. Bu da yine azalır. Alırsınız ki 9 çıxılsın x bölünsün 3x plus 1 müsbətdir. Bir de 9 çıx x bölünsün 3x plus 1 böyükdür 5'də 1 0 yəni 1'dən. Yine t böyütü 0 t böyütü 1 alttakini götürəsiniz. Orta mərəci getirersiniz. 9 çıx 2 çıx 3 2 çıx 1 böyütü 0. Sadələşdirirsiniz. 8 çıxılsın 4 2 bölünsün 3x plus 1 böyütü 0. Bəli, bunu da deməli köyləri -3'də 1-dən 2'dir. Bəli, ikinci sağını düş götürəndə müsbət mənfi mənfidən başlayır. Müsbət mənfi böyütü cavab oldu 3'də 1-dən mənfi 3'də 1-dən 2'nin arası. Soruşduğu nədir? 142'də bərabəsinin ən kiçik tam həlli. Ən kiçik tam həlli burada nədir? -3'də 1'dən sonra 0 gəlir. 143. Loqaritma 9x kvadrat üstə gəlsin 2 əsasından 47. Böyütü 1. Bu artır. Çünkü bu 1'dən çoxdur. Çünkü sadece 47 böyük olacaq. 9x kvadrat plus 2'dir. Buradan 9x kvadrat kiçikdir 45. X kvadrat kiçikdir 5. Bərabəsinin tam ələn sayı deməli plus minus 1, plus minus 2 bir de 0 ödəyir. 5 dənə. Sonra deməli 145'e baxırıq. 145. Sual belədir 2 üstün. Loqaritma 4 əsasından x kvadrat üstə gəlir x kvadrat. Kiçikdir 12. Buradan x müsbət ola bilər, mənfi ola bilər. Yazırım 2 üstün. Loqaritma 2 əsasından mod x. Üstə gəlir x kvadrat kiçikdir 12. 2'lər getdi qaldı mod 2 üstə gəlir x kvadrat kiçikdir 12. Burada soruşur bərabəsi ən böyük tam həlli. Burada 3 qoyanda 9, 3, 12 ödəmir. Bunu ödəyən deməli ən böyük tam həlli 2 olacaq bənim. 4, 2 bənim. 3 qoyanda ödəmir. Sonra misal nömrə 147 baxırıq. Deməli sual belədir. Loqaritma 1/2 əsasından x minus 2 üstə gəlsin loqaritma 1/2 əsasdan x plus 2. Bəli, kiçik bərabərdir loqaritma 1/2 əsasdan 5.
Bəli, burada toplayanda əlbəttə vurursunuz. Yəni x minus 2 vurulsun x plus 2 kiçik bərabər 5. Bir də içləri müsbət olmalıdır. Demək x minus 2 müsbətdir, x plus 2 müsbətdir. Yuxarıdan alırıq x kvadratı çıx 4. Yəni buradan x kvadratı çıx 9 kiçik bərabər 0 olur. Buradan x böyütü 2 olur, x böyütü mənfi 2. Yuxarının cavabı oldu mənfi 3 ilə 3-ün arası. Bu da x böyütü 2. Bunların kəsməsi olacaq. 2-dən böyük, 3-dən kiçik bərabər. Bu da tam həllərin sayını istəyir. Tam həllini istəyir bərabərsə, o da 3 olacaq. Sonra 149. Deməli, 1 çıxılsın. Bu 1-in yerinə, yəni bir yazıram. 1 çıxılsın loqaritm 3-dən 2. O da böyük olacaq loqaritma 3 əsasdan x plus 1 çıxılsın. 2 vurulsun loqaritma 3 əsasdan 7 çıxsın. Bərabərsin ən böyük tam həllini soruşur. Hə, deməli nə olur? Bu 3-dən 3 deməkdir. Loqaritma 3-dən 3 minus loqaritma 3-dən 2 böyütü. Loqaritm 3 əsasdan x plus 1 minus loqaritma 3 əsasdan 7 x'in kvadratı. Yəni 49 çıxılsın 14 2 üstə gələ x'in kvadratı. Bəli, aydın şəkildə çıxanda bölürlər loqaritma 3 əsasdan 3 bölünsün 2 böyük olacaqdır. Loqaritm 3 əsasdan x plus 1 bölünsün 49 deməli çıxılsın 14 2 plus x'in kvadratı. Bu da artır da. Aydın içləri müsbətdir, yəni bu heç. Bir də ki, bu 2-də 3 böyük olacaq bundan. Yerlərini dəyişdirim. X plus 1 bölünsün, ya da qalsın x plus 1 bölünsün 49 minus 14x plus x kvadratı. Deməli, 2-də 3 böyükdür bundan. Belə olacaqdır. Sonra, deməli, burada eyni zamanda x plus 1 müsbət olmalıdır. Bir də 7 minus x nədir? Müsbət olmalıdır. Bu şəkildə bizdən soruşsun nədir? Yaman uzundur. 149-da bərabərsin ən böyük tam həlini tapın. Demək, buradan orta mərci gətirəndə burada qaldı. Demək, 2 vurulsun. Bu 7 x'in kvadratı yazaq bunu. Sonra 3'ü vurduq buna. Yəni 3 vurulsun 49 çıxılsın 14 2 üstə gəlsin x'in kvadratı. Bir də minus 2 vurulsun x plus 1 böyütü 0. Buradan da elə x böyütü mənfi 1, x kiçidir 7. Bu da alınır. Bunu sadələşdirək. Bunu saxlayaq məxrəci. Məxrəc aydın 2 vurulsun 7 minus x'in kvadratı. Yuxarıda birbaşa yazır. 3x kvadrat. Sonra ilədə mənfi 42x, mənfi 44x. Sonra deməli 3'də 9 47. 3'də 12, 147 çıxı 145. Bəli, yaman uzun oldu. O da nədir? Böyükdə 0. Hə, buradan deməli, bu da müsbətdir, şankdə müsbət. Buradan alırsınız ki, mənf 1 ilə 7'nin arası bu aşağısı olur, belə. Buradan da 3x'in kvadratı çıx 44 2 üstə gələ 145. Bu indi əsl yolda indi. Böyük 0, belə uzundur sadəcə. Bunun diskriminantı buradan deyəsən 196 olur. Kökləri də 44 plus minus 14 bölünsün 6. Deməli bu olacaqdır. Demək kökləri çıxdı. Deməli 30 bölünsün 6 5 deyir. Bir toplayan deməli 58. 58'də bölürsünüz 6'ya, deməli 3'də. Bu 58 oldu. 58 3'də deməli 6'da 58. O da 3'də 29. 3'də 29. Bu da 9'un 3'də 1. Deməli bu oldu mənfi sonsuzluq 5. Yəni deməli 5 ilə necə oldu bu? 9'un 3'də 1 bənim. Yox, 9'un 3'də 2. Neysə belə olsun. Mənfi sonsuzluq 5. 9'dan 3'də 2 müsbət sonsuzluq. Düzüm yazaq 3'də 29 bənim. 9'un 3'də 2. Bu da oldu mənfi 1 ilə 7'nin arası. Neysə bunların kəsməsi olacaq.
Mənfi 1, 5. Burada daxil olan tam həll 4'dür. Yəni, bir uzun sualı təbii. Yeni qiymətlər də qoyub yoxlamaq olar. Söhbət tam həllərdən gedirsən. Asıl sual yazmaq lazımdır. Neyse 153. 153'te 3x vurulsun. 200x'in kvadratı. Çıxılsın 9 vursun. 4 üstü x üstə gələ 0.5. Bəli, kiçik bərabər 0. Bu 9x'in kvadratı vurulsun 4x minus 9 vurulsun 4x bir de 4 0.5 2. Buradan 4x'lər getdi, 9'lar getdi. X kvadrat kiçik bərabər 2 qaldı. Bərabərin tam elə sayı bir 0 ödəyir, bir de plus minus 1 yəni 3 dənədir. Sonra 155. Deməli buradan 5 üstü 2x kvadratı kiçik bərabər 5 üstü mənfi 24. Mənfi 24 2 çıxsın 54. Bu da artır. Buradan alıram ki 2x'in kvadratı kiçik bərabərdir. Mənfi 24 2 çıxsın 54. Buradan da deməli 2'ye böl x'in kvadratı üstə gəlsin 12x. Üstə gəlsin deməli 27 kiçik bərabər 0. Bu da mənfi 9 ilə mənfi 3'ün arasıdır. Mənfi 9 ilə mənfi 3'ün arası. Deməli 157-ci misala baxaq. Deməli mənfi 1 kiçik bərabərdir loqaritma 2 əsasına. Deməli modulda x minus 2. Bu da kiçik bərabər 2. Bu loqaritma 2 əsasdan 2'də 1 deməkdir. Ona görə bu loqaritma 2 əsasdan 2'də 1 kiçik bərabər olacaq. Loqaritma 2 əsasdan modulda x minus 2. Bu da 2'də loqaritma 2 əsasdan 4'dür. Demək bu da artır deyə 2'də 1 kiçik bərabərdir. Demək modulda x minus 2, bu da kiçik bərabər 4. Bərabərsin tam həllərin cəmi soruşur. Yəni yerinə qiymət qoymaq olar. Ancaq belə əsr yolu bir dəfə modulda x minus 2 kiçik bərabər 4 olmalıdır. Bir də B bəndi modulda x minus 2 böyük bərabər 2'də 1 olmalıdır. Yəni bunların kəsməsi də. Bu oldu mənfi 4 kiçik bərabər x minus 2 kiçik bərabər 4. Üstünə 2 gələndə mənfi 2'nin 6 arasıdır. Buradan da aydın ki bu heyətdə də bir dəfə x minus 2 böyük bərabər 2'də 1'dir. Bir də 2 minus x böyük bərabər 2'də 1. Buradan x böyükdür bərabər 2,5. Buradan da x kiçik bərabər 1,5 heyət. Yəni bunun cavabı oldu mənfi sonsuzluq 1,5 birləşmə 2,5 müsbət sonsuzluq. Yəni bu cavab və bundan kəsməsi götürəcəyik. Çünki eyni zamanda 4'dən kiçikdir, 2'də 1'dən böyükdür. Deməli bu oldu 1,5. Deməli 1,5'dən sola. Bir de 2,5'dən sağa. Belə. Sonra deməli mənfi 2 buradadır. Bir de 6 da buradadır. Bəli, beləcə bunların kəsməsi olacaq. Deməli mənfi 2. Mənfi 2 1,5. Birləşmə 2,5 6. Bura düşən tam həllər deməli mənfi 2 düşür. Mənfi 1 düşür. Sonra deməli 0 düşür, 1 düşür. Sonra təzən buradan 3 düşür, 4 düşür, 5 düşür, 6 düşür. Burada mənfi 1 ilə 1'in cəmi 0 elədi. Sonra 3 ilə 4 7, 7 ilə 5 12, 12 ilə 6 18, 18 ilə mənfi 2'nin cəmi 16. Sonra 163 onunla bağlı biz yazmışdıq öndə. Onu yazmıram. 165. Bu da belədir. 9x çıxılsın, 6 vurulsun 3 üstü 2x. Üstə gəlsin. Demək 8a çıxılsın a'nın kvadratı çıxılsın 3. Böyük 0. Bərabərin həll olmaq üçün a parametri ala biləcək tam qiymətlərin cəmi. Buradan 3x-dən t deyək. Alıram t'nin kvadratı çıxılsın 6t üstə gəlsin. Demək 8a minus a kvadrat çıxılsın 3 böyük 0. Demək x'in istənilən qiymət üçün bu ödəməlidir. Demək x'in istənilən qiymət üçün bu 0'dan böyük olmaq üçün demək bu funksiya yuxarıda qalmalıdır. Ona görə diskriminant mənfidir. Diskriminant da olacaqdır 36 çıxılsın 4 vurulsun. 8a minus a kvadrat çıxılsın 3 kiçikdir 0. Bunu sadələşdirəndə demək 4a'nın kvadratı çıxılsın deməli 32a. Bu da üstə gəlsin 48, kiçik 0, hər tərəfini 4'ə böləndə a kvadrat çıxılsın 8a. Üstə gəlsin deməli 16, kiçikdir 0, 16 yox, 12.
Ben bundaki köyleri deməli 6 ilə 2-dir. Deməli 2 ilə 6-nın arası olacaqdır. Neyi soruşur? A parametri alabiləcək tam qiymətlərin cəmi. Bir 3 alır. Bir də 4'ü, bir də 5'i, 3, 4, 7, cavabı da 12. İndi ola bilsin ki, misallarda səhvlər də ola bilər. Elementə səhvlər, hesablama səhvləri. Əsas nəzəri hissəsinə fikir vermək lazımdır. Səhvlərdə varsa şagirdlər özləri düzəltməyə çalışsın. Allah Subhanahu taala yardım eləsin, zeyin açıqlıq versin, xeyir nəsib eləsin. Amin. Esselamu aleyküm.